Avropadır, qulaq as. Avropanın maaşını gətir buraya. 2000 euro alır hər bir adam. O ölkənin... Avrovision bu ölkəyə nə verəcək? Siz mənə deyin görüm nə verəcək bu ölkə? Avropaya tanıdır bizi. Nəyi tanıdır? Sən nəyini tanıdır? Yaxşı şeylə tanıt da. Və yaxşılığımız şəhəri göstərir. Bura bax, Nizaminin dövründə Avrovision var idi. Yox, o Nizaminin dövründə. Ay sağ ol. İndi isə şırlaq atmaq dövrüdür. Yox, dəlli əlamətdir. Mədəni formada yaşamaq dövrüdür. Sən oxu günən get Quranı. Bu dəlliyin bir növüdür. Mən sizdən xahiş edirəm, Azərbaycan xalqının başında duranlar, ağsaqqallar düz yönətməlidir bu milləti. Yazıqdır bu millət. İqtisadi nöqteyi nəzərdən bu adamların bura gəlməsi bizi əməlli başlı sərf eləyir. Əməlli başlı iqtisadi təkan deyir. Sən onu bilirsənmi ki, sənin Azərbaycanın yerinin altıda qızılda üstüdə. Sən onu bilirsənmi ki, dövlətimiz pul haraya xarışlamağın yerini bilmir, hə? Yox, niyə? Düzəldirlər hamısını, niyə ki? Oran düzəldir, mən də düzəlsin. Nə inirəm o qızıl teşli ki, ona mən qan qusuram, ya? Nə inirəm mən onu? Mən 170 manatdan nətər yaşayayım, hə? Nədir? Özünə ver görüm onlar yaşayabilir mi? O deputatların birine ver görüm onlar yaşayabilir mi 170 manatla? Ama hər halda biz axı indi gəlin başqa bir şeylər. Çox xahiş edirəm, təvəqqə edirəm. Gələcəkdə qoyunla, müəllimlərin maaşı 150-170, qoyuna da onu qoyuna. Mütləq, mən sizə söz çox xahiş edirəm. Həkimlərin maaşını qoy bir dəfə, çox xahiş edirəm. Qoy gör yaşayabilir mi? Deputat çağır denən, hə? Buna bunu verirsən 170 manat adam yaşamaz. Eurovisionla bağlı fikirləriniz mənim desəm çox maraqlıdır. Yox, onu da deyəcəm. Buyurun, deyin olar. Yox, qoy bunları da deyin. Onları mən mövzunu mütləq qoyarım. Çox xahiş edirəm, bu mövzuları qoy. Və xahiş edirəm, çağırın o təşkilatları, bu millət yazıqdır. Millətin şəxsiyyətini qırıqlar. Mənim millətim şəxsiyyətli millətdir. Bəli. İnsan, sən bilirsən ki, Allah insanı şəxsiyyət kimi yaradır. Sənin tükünün rəngindən, gözünün rəngindən, dərinin rəngindən, hətta qan qrupundan, barmağının izindən dünyada heç kəs də yoxdur. Allah səni şəxsiyyət kimi gətirir, amma bizim hamımızı sındırırlar, tülkü kimi gedirik bu dünyadan oydur. Amma yox, başqa bir məqam var. Biz özümüz sınmasa bizi kim sındıra bilər? Çox xahiş edirəm, çağır həkimləri, nə qədər maaş alırsan, onu elə. Nə qədər pensiya alırsan, niyə o 300 alır, bu 170 alır, bu 150 alır? Bir ölkədəki qanun ola bilmir. Nə sayəsində? Pis yola getmək sayəsində? Yox, Azərbaycan... Yox, nə sayəsində? Elm çıxart, qanun yarat, gözəl vətənini inkişaf elətdir. Geyi ortalığa çıxarmaqla Avropada tanınmaq istəyirsən? Mən yox.